Qusma və ishal elə bir haldır ki, valideynin ən çox qorxduğu hallardan biridir. Əgər ki, uşaq durmadan qusursa, ishalı varsa, yəni durmadan maye itirirsə, biz dərhal müdaxilə edirik və o itirilən mayeni bərpa edirik. İstənilən halda viruslu yaxud bakterial infeksiya nəticəsində qusma və ishal baş verirsə, demək ki, birbaşa mədə-bağırsaq sisteminə təsir eləyir və orada məhv elədiyi ilk şey normal mikrofloradır. Bəli. İstər-istəməz mədəyə nə daxil olacaqsa, uşaq qusacaq, qaytaracaq. Fərq etmir hansı maye, su, şirin çay, kompot. Verdiyimiz tutaq ki, ayran olsun, yaxud meyvə şirələri deyilir ki, uşaqlar sevir və yaxud qazlı içki, bunları vermək olmaz. Qusma falan olanda zaten ilk növbədə zəhərlənmə ağla gəlir valideynlərə. Düşünürlər ki, qatıq, ayran, nə bilim, süd məhsulları versinlər. Uşağın həm qusması var, həm ishalı var, həm qızdırması varsa və uşağın ümumiyyətcə halı yoxdursa, yaşından asılı olmayaraq burada yenə daxili müdaxilə olmalıdır. İnyeksiya şəklində olmalıdır. Doğrudur. Damar daxili, əzələ daxili ya da şam, rektal şamlar şəklində qızdırma salıcı istifadə edə bilərsiniz. Virus mənşəli infeksiyadırsa, sadəcə vaxt və valideyndən səbir tələb olunur. Hətta belə olur, 2 gün yaxşılaşır sanki, 3-cü gün təzədən qusması, ishalı da başlaya bilər. Hər qusma infeksiyadan olmur. Bəzən olur ki, uşaq misal üçün öskürür, məsələn, ya burun axıntıları var, qəniz axıntısı var, mədəyə bəlğəm yığılır və mədə onu həzm edə bilmədiyi üçün müəyyən müddət sonra qaytarır uşaq. Qusma nədən sonra oldu? Öskürüb qusur, yaxud başqa formada yeməkdən sonra qusur, yoxsa durduq yerdənmi qusur? Uşaqda qızdırma ilə bağlı qusmalar olur bəzi uşaqlarda. Ağ qızdırma olduğu zaman, yəni əlləri, ayaqları görürsüz ki, buz kimidir, hətta ağappaqdır və göyərir rəngi. Nə zaman xəstəxana daxili müdaxiləyə keçməliyik, nə zaman evdə müdaxilə edə bilərik? Qusma və ishal zamanı uşağa edə biləcəyimiz ilkin yardım haqqında, düzgün yanaşma haqqında danışacağıq.